Salam uşaqlar. Deməli 7 ilə 8-in izahını da çəkirəm sizin üçün. Baxın, diqqətlə qulaq asın. Dedik üstü bərabərsizliklərin uşaqlar bir qaydası var ki, birinci yadınıza saxlayın ki, burada deyir əgər əsas 1-dən böyükdürsə, məsələn, nümunəsini mən əslində qeyd eləmişdim. Tutaq ki, yazıram ki, 2-nin üstü 2-nin üstü 2 dəqiqə qoy qələmimi dəyişim. Qeyd edirəm ki, tutaq ki, 2-nin üstü x kvadratı, ya kvadrat qoymayayım da. 2-nin üstü x böyük bərabərdir 2-nin üstü 5-dən. Əsasımız əgər 1-dən böyükdürsə, x-i böyük bərabərdir 5 götürəcəksiniz. Yox, əgər əsasımız 0 ilə 1 arasındadırsa, məsələn, 2-də 1 üstü x böyük bərabərdir 2-də 1 üstü 5 olsa, onda əsasımız 2-də 1, yəni 0 ilə 1 arasında olduğu üçün x kiçik bərabər olacaq 5. Bura qədər aydın oldu mu uşaqlar? Sadəcə budur qaydası, yəni elə bir elementar qaydası yoxdur. İndi baxırsınız, bir nömrədə 8 dedik 2-nin kubudur. Yəni x çıxılsın 1 kiçik bərabər olacaq 3-dən. Əsaslar eynisə qüvvətləri müqayisə edirik. X kiçik bərabərdir 4-dən. Yəni ki, mənfi sonsuzluqdan 4 qapalıya kimi. Aydın oldu. Baxın, 5 nömrəli tapşırıqda ondandır. Yəni 25 5-in üstü 2x-dir, düzdürmü? Böyükdür, 125 də 5-in üstü 3-dür. Əsaslar eynidir. 2x-i 3-dən böyük götürəcəksiniz. X də böyükdür 2-də 3-dən. Yəni 2-də 3-dən müsbət sonsuzluğa kimi. Burada çətin bir tapşırıq məncə yoxdur. 13-ə baxırsınız. 100 onun kvadratıdır. Onun da üstü 3x minus 2-dir. Kiçik bərabərdir. 1000 də onun kubudur. Onun da üstü x üstə gəlsin 2-dir. Yəni uşaqlar, onun üstü 6x minus 4 kiçik bərabərdir. Onun üstü 3x plus 6-dan. Əsaslar eynidirsə, qüvvətləri müqayisə edirik. 6x minus 4 kiçik bərabərdir 3x plus 6-dan. 6x-dan 3x-ə çıxıram 3x. 6 ilə 4 toplayıram 10. X kiçik bərabərdir 3-də 10-dan. Yəni x kiçik bərabərdir 3 tam 3-də 1-dən. Mənfi sonsuzluqdan 3 tam 3-də 1-ə kimi qapalı. Çətin idi bu. Sonra 21-ci sualda isə baxın 25 5-in üstü 2-dir. Amma yuxarı çıxanda olacaq 5-in üstü mənfi 2. Yenə x böyük olacaq nədən? Mənfi 2-dən. Mənfi 2 müsbət sonsuzluq. 2-in üstü mənfi 1 deməkdir. Yəni böyük bərabərdir 2-in üstü mənfi 1-dən. X minus 3 böyük bərabərdir mənfi 1-dən. X böyük bərabərdir 2-dən. Yəni 2 müsbət sonsuzluq. Burada çətin bir misal yoxdur. İndi gələk baxaq burada. Baxın 29 nömrəli tapşırığa. Altda 1 0 ilə 1-in arasında yerləşir. Burada isə altda 1-in kvadratı, yəni 2x olacaq. İndi baxırsınız uşaqlar, əsas 0 ilə 1-in arasında yerləşirsə, onda nə edəcəksiniz? Baxın, burada x kvadratı çıxılsın 4x. Böyük bərabərdir, yox, kiçik bərabərdir 2x olacaq. Aydındır. X kvadratı bu 2x bura keçir, kiçikdir. Çıxılsın 6x kiçik bərabərdir 0-dan. X-i ortaq vuruq kimi çıxardıram. Bərabərsizlik necə həll olunur? X-ların 0-a çevirən qiymətlərini tapırıq. Sonra intervalda qeyd edirik. Hər ikisi də qapalı. Gördünüz. Uşaqlar, x-lar birinci gəlirsə, modullu ifadə yoxdursa, kvadratik ifadə yoxdursa, elə buradan başlayırıq, sola doğru müsbət, mənfi, müsbət qeyd edirik. Kiçikdir deyəndə mənfi aralıq götürülür, yəni 0,6 aralığı parçası. Aydındır. Ancaq nömrə 33-də isə uşaqlar 3-də 4 1 tam 3-də 1-dir. Yəni 1-dən böyük olduğuna görə elə bunu bundan nə olacaq? Böyük olacaq götürəcəksiniz. Aydındır uşaqlar. Burada baxın 3-də 5-dir. Bunu 3-də 5 yaza bilərsiniz, amma üstü mənfi 3 olacaq. Yəni 2x çıxılsın 1 mənfi 3-dən kiçikdir. Aydındır. 26 da bayaqkindandır. İzah elədim, məncə kifayət qədər aydın oldu. Məsələn 8-də 1 2-in üstü mənfi 3-dür. Onun da üstü x minus 3. 32-də 2-in üstü 5-dir. Yəni, mənfi 3x üzərinə gəlinsin 9, kiçik bərabərdir 2-in üstü 5-dən. Mənfi 3x plus 9 kiçik bərabər olacaq 5-dən. Aydındır, beləcə bu tənliyi həll edəcəksiniz. Burada da 3 ilə 0 ilə 1 arasında olduğuna görə x kvadratı çıxaq 4x böyük bərabər olacaq 5-dən. Aydın oldu uşaqlar. Burada çətin bir tapşırıqlar yoxdur. Yenə də deyirəm. Qalanların özünüz sərbəst yazmağa çalışın.
Sonra keçirik 8 nömrəli tapşırığa. İndi bura diqqətlə fikir verirsiniz. Əsaslarımız eynidir, görürsünüz burada da. Kosinus 40 dərəcə. Biz bilirik ki, kosinus birinci rübdə azalandı. Yəni, baxın 0 dərəcədə bu kosinusun aldığı qiymət 1'dir. Amma 90 dərəcədə aldığı qiymət isə 0'dır kosinusun. Və birinci rübdə görürsünüzmü? 1-dən 0-a doğru getdiyinə görə bu azalan funksiyadır. Yəni 0 dərəcədən 90 dərəcəyə qədər qalxdığına görə getdikcə elə bil ki, bir qiymətindən gəlir bu düşür 0-a. Nəhayət 90 dərəcədə alır bu 0 qiymətin. Ona görə də 40 dərəcədə bu 0 tam nə qədərsə alınacaq. Gəlin bunu göstərim sizə. Baxın, bayaq uşaqlara göstərdim mən bunu. Baxın, kosinus 40 dərəcədə alır 0 tam 10-8 təqribi. Bunun qiyməti 0,8'dir. Yəni əsasımız da 0 ilə 1 arasında olduğuna görə qüvvətlərdə nə olacaq? Bərabərsinin işarəsi dəyişəcək. 5 minus x. Bu keçir bura. X üstə gəlsin. X kiçikdir 5 üstə gəlsin 2-dən. 2x kiçikdir 7-dən. X də kiçikdir 3/5'dən. Aydındır. Sonra 4 nömrəli tapşırığın da izahını vereyim. Hərəsindən bir dənəsini nümunə kimi verim sizə. Baxın, məsələn, 2'nin üstü x-a 1t desəm, olacaq t'nin kvadratı. Çünki 4'ün üstü x, 2'nin üstü 2x-dır. Çıxılsın 2t minus 8 böyükdür 0. Bərabərlik necə həll olunur? T'nin, yəni, sıfıra çevirən qiymətləri tapılır. Viet teoreminə görə hasili -8 cəmi 2 olacaq 4 ilə -2'dir uşaqlar. Deməli, bunun sıfıra çevirən qiymətlər -2 ilə 4'dür. Qeyd olunur. Gördünüzmü? Müsbət, mənfi, müsbət. Qeyd elədiyi işarələri böyükdür dediyinə görə mənfi sonsuzluqdan -2'ye kimi. Sonra birləşmə 4 müsbət sonsuzluq. Bu öz yerində. Amma yo. Üzr istəyirəm. Burada hələ mən buna işə həll eləməmişdən öncə uşaqlar çox üzr istəyirəm. Mən bunu birbaşa yazdım. Bu axı 2'nin üstü x-a 1t əvəzləməsi vermişik axı. Düzdürmü? Yəni qoy bunu bir də səliqəli yazım. Mən bunu həll elədim. 2'nin üstü x-a 1t demişik. T'ni tapmışam 4 ilə -2. Lap yazağım belənçi uşaqlar. Yəni t minus 4. Baxın, t plus 2. Bunun vuruklarına ayranda böyükdür 0. Belə yazım ki, daha yaxşı görün. İndi buradan aparıb t'nin yerinə 2'nin üstü x-i yazanda 2'nin üstü x minus 4. 2'nin üstü x üstə gəlsin 2 böyükdür 0 olacaq. İndi baxırsınız ki, 2'nin üstü x nə olursa olsun hər zaman müsbətdir. Üzərinə də 2 gələndə bu ifadə hər zaman müsbətdir. Ona görə siz bunu həll edəcəksiniz. Yəni 2'nin üstü x çıxılsın 4 böyükdür 0. 2'nin üstü x böyükdür 4'dən. 4'ün yerinə yazacaqsınız 2'nin üstü 2'ni. Əsaslar eynidirsə qüvvətləri müqayisə edin. X da böyük olacaq neçədən? 2'dən. Aydındır. Sonra 2 nömrəli tapşırığa gəlin, baxın ona. Baxın irrasional ifadələrdə. İndi baxırsınız ki, bu ifadəni bir-birinə vuranda 1 eləyir. Yəni a kvadratı minus b kvadratı 9 çıxılsın 8 1 eləyir. Əgər bu ilə bunun hasılı 1-dirsə, deməli bunlar qarşılıqlı tərs ədədlərdir. Yəni mən 3 plus kökdə 8'in yerinə bu ifadəyə yaza bilərəm 1 bölünsün 3 minus kökdə 8. Daha sonra biraz səliqəyə salsam, sol tərəfi olduğu kimi yazıram. Sağ tərəfi də yazıram 3 minus kökdə 8'in üstü -1. Yaza bilərəm, düzdürmü? Gələk indi əsasına baxaq. Əsas 0 ilə 1'in arasındadırmı, yoxsa 1'dən böyükdürmü? İndi onu yoxluyursunuz. 3 qalır yerinə, kökdə 8'dən də təqribi 2 tam 10-8 falan çıxar. Qoy bir dənə hesablayaq. Baxın. Kökdə 8'dən, düz dedim ya, 2/8 çıxır təqribi. Bu da verəcək mənə təqribi 0 tam 10/2'ni. Nəsə belə bir şey. Baxırsınız ki, əsasım 0 ilə 1'in arasında yerləşir. Yəni gördünüzmü? 0 ilə 1'in arasında yerləşdiyinə görə, deməli burada böyük bərabərdir yerinə, kiçik bərabərdir -1 olacaq. Ona görə də x də kiçik bərabər olacaq -3'dən. Aydındır. Qalanlar da bu formadadır. Çox xahiş edirəm, özünüz biraz məsuliyyətli olun, yazmağa çalışın. Ev tapşırığınızı daha sonra mənə geri dönüşlər eləyin ki, müəllimə mən ev tapşırığı yazmışam. Rəy bölməsində də plus qoyun ki, müəllimə mən videoya baxdım, ev tapşırığını da yazdım.